Salam qızlar, hər vaxtınız xeyir olsun. Yeni bir vloga başlayıram. Vloga keçməzdən öncə kanala abunə olmağı unutmayın. Chudo'nun bütün yoğurtları çox dadlı olur, amma bu mangolu bir başqadır. Çox qəşəng dadır. İçi də belədir. Yemək hazırladığım üçün çox eləmək istəmədim, amma neçə gündür ürəyimə piraşki düşmüşdü. Buradakı piraşkilər də qətiyyən xoşuma gəlmir, ancaq xəmir olur, içərisində demək olar ki, kartof olmur. Ümumiyyətlə dadı pis olur. Və dedim ki, belə 4 dənə eləyim, bəsdir. 1 stəkan undan ancaq xəmiri yoğururam. Hardasa 1 dənə, 2 dənə baxır kartofun boyuna. 1-2 dənə də içərisi üçün püre hazırlayıram kartofdan. Sobada bişməsi üçün toyuq budu və kartof qoymuşdum. Alt hissəsinə də bu arada lavaş yerləşdirmişəm və həmişə quru yemək bişirdikdə mütləq yanına çalışıram ki, sulu yemək hazırlayım. Demək olar ki, təxmini 6-7 ildir ki, dırnaqlarımı özüm düzəldirəm və bundan əvvəl də həmin il ərzində də heç bir dəfə də olsun dırnaqlarıma nə usta yanına əmanət eləmişəm, nə də özüm kurs çəkmək üçün usta yanına getmişəm. Mən əsasən formagel etməyi daha çox sevirəm. Bəzən də tipsidən istifadə edirəm, amma ən yaxşı nəticə almaq üçün üst formadan istifadə etmək daha yaxşıdır. Düzünə qalsa onu hələlik istifadə etməmişəm, yəni deneməmişəm, amma fikrimdə var ki, onu da bir dəfə deneyim. Mükəmməl dərəcədə bilirəm deyə bilmərəm, amma əminəm ki, bəzi dırnaq ustalarından belə daha yaxşı nəticə əldə edə bilmişəm. Bu arada toylarımda da, həm qız toyunda, həm oğlan toyunda da dırnağımı özüm etmişdim. Salonda işləyən xanımlar özləri şoka düşürdü ki, necə yəni bu dərəcədə mükəmməl alındıra bilmirsən. Niyə görə şoka düşürdülər, onu da qeyd edeyim. Çünki çox insan özü öz əlinə formageli normal şəkildə, yaxşı şəkildə eləyə bilmirlər. İndi etdikdə biraz yola verdi eləyirəm və boş vaxtım olduqca 10 gündən bir və s. çalışan dırnaqlarımı düzəldim. Amma düzəltməsəm belə bir aydan çox gedə bilir, qırılma, sınma, qopma və s. olmur. Ən zəhləm gedən hissə isə manikür hissəsidir. Oranı əminəm ki, heç də yaxşı alındıra bilmirəm, amma son zamanlar üzərinə düşmüşəm. Müəyyən qədər videolar və s. izləyirəm ki, daha yaxşı etməyi öyrənim. Və bir əlimi üzərinə gel qoydum, bitirdim. Keçirəm indi digər əlimi bu hissələrə, dib hissələrinə gel qoyacağım. Şəxsən yeni başladıqda bilmirdim ki, dırnağın üzərinə mütləq şəkildə primer vurmaq lazımdır. Dırnağı mükəmməl şəkildə yonmaq lazımdır. Primerdən sonra baza işlətmək, yəni bu ardıcıllıqları normal şəkildə bilmirdim. Ona görə də mükəmməl şəkildə alınmırdı. Və məndə ilk olaraq aparat, qurutma aparatı var idi, yonma aparatı yox idi. Dırnaqlarımı bitirdim qızlar. Məncə çox qəşəng oldu. Əslində belə bir ideya ağlımda yox idi. Sonradan gəldi. Hazır vetirkalar da almışdım deyə dedim istifadə edeyim. Bir dəfə istifadə eləmişdim, amma bu dərəcədə istifadə etməmişdim onlardan. Həmişə qızıl rəngdən istifadə edirdim. Gümüşüdən ilk dəfədir ki, belə bir dırnaq eləyirəm özümə. O qədər sushi reklamları qabağıma keçirdi ki, yenidən sınamaq istədim. Əslində sushini heç sevmirəm. Bir dəfə sınamışam, dadını heç bəyənməmişdim və bu ikinci sınamağım idi. Dedilər ki, qızarmışdan başlamaq daha yaxşıdır. Qızarmışını da yedim, amma yenə də nədənsə o sevgi yaranmadı məndə. Bura qədər gəldinizsə sizə çox təşəkkür edirəm. Burada sizinlə sağollaşıram və son olaraq kanala abunə olmağı unutmayın.